Salam əziz şagirdlər, 9-cu sinif 5 aprel 2026-cı il buraxılış imtahanı ingilis dilinin izahı. Əziz şagirdlər, dinləmədə variant deməli D bəndidir. What is the passage mean about? Mətnə baxanda, suallara baxanda görünür ki, the city of the future, gələcəyin şəhərindən gedir söhbət. İkincidə, why will Wolves City be a special place for Toyota research? Burada isə variant A uyğun gəlir. Niyə Wolves City Toyota'nın araşdırmaları üçün xüsusi yer tutur? It will help Toyota to learn about self-driving bicycle that use renewable energy source. Bu Toyota'ya bərpa olunan enerji ilə işləyən özü idarə olunan nəqliyyat vasitələrini öyrənməyə kömək edir. İkincidə A oldu. Üçdə isə complex sentences by the help of the technologies. Texnologiyaların köməyi ilə cümləni tamamlayacaq. Əlbəttə ki, burada E uyğun gələcək. The city aims to release less harmful gases into the şəhər havaya az zərərli qaz buraxmağı hədəfləyir. Dördüncüdə isə 2 dənə A, 2 dənə B uyğun gələcək. Toyota is one of the largest automobile companies in the world. Dünyanın ən məşhur böyük deməli şirkətlərindən biridir. Düzdür. Toyota was founded by Keiichiro Toyota Yaponiyada Toyota tərəfindən ixtira olunmuşdur. Toyota makes inventions only in automobile industry. Xeyr, çünki robotika və ağıllı şəhərlər üzərində də işləyir. Once the construction is completed, less than 100 people will live in the city. Bu da səhvdir. Mətndə adətən 2000 nəfər civarında qeyd olunur. 100-dən çoxdur. 5-ci. Dear travelers, əziz səyahətçilər. Please remember to arrive at the airport at least 2 hours before your flight. Make sure you have your passports and tickets with you. Zəhmət olmasa aeroporta uçuşdan 2 saat əvvəl çatın və özünüzlə pasportunuzu və biletlərinizi gətirməyi unutmayın. Pack your luggage carefully and read the basic rules about what you can bring. Özünüzün çarpan paltarlarınızı, yüklərinizi səliqəli yığın və qaydaları oxuyun. Don't forget to bring some food and water for your trip. Səyahətiniz üçün su və yaxud yemək götürməyi unutmayın. Have a safe and enjoyable journey. Yaxşı, təhlükəsiz və zövq alıcı səyahətiniz olsun. Best regards, xoş arzularla Travel Agents Bravo. Bravo səyahət agentliyi. Cavaba baxaq. Səyahət agentliyində cavab D-dir. Agentlik sərnişinlərdən pasport və biletlərini götürməyi unutmamağı xahiş edir. Mətndə make sure you have your passports and the tickets with you. Pasport və biletlərinizi yanınızda olduğuna əmin olun deyir. Cavab D. 6-cı. Dear teachers, əziz müəllimlər, there will be a picnic this Saturday at 12 p.m. for the teachers of the school in the park. If family member want to join the picnic, they should pay half the price of the bus journey. Everyone should bring their lunch. Come and have fun together. Əziz müəllimlər, şənbə günü saat 12-də piknikimiz olacaq və məktəbin deməli parkında olacaqdır bu həmin piknik. Ailə üzvləri də gəlmək istəsə piknikə qoşula bilər və onlar deməli yarı qiymətə səyahət avtobusunun pulunu ödəyə bilərlər. Hər kəs özləri ilə qəlyanaltı gətirsin, gəlin və birlikdə əylənək. Teachers Club, müəllimlər klubu. 8-də demişdik D bəndidir, 9-da isə C bəndi uyğun gələcək. Teachers will go to the picnic organized for them next weekend. Gələn həftə sonu piknik təşkil ediləcək. B-də picnic will be held early in the morning at the weekend. Səhər tezdəndən olacaqdır. C-də family member are not allowed to bring lunch for the picnic. Ailə üzvlərinə icazə verilmir ki, özləri ilə qəlyanaltı gətirsin. C-də family
D-də everyone attending picnic should pay the price of the journey. A-də də teachers should take their lunch with them to the picnic. Piknikə öz gələnaltını gətirə bilərlər. Variant E-dir. Müəllimlər piknikə öz naharlarını gətirməlidirlər. Everyone should bring their lunch. 7-də. Dear Caitlin, əzizim Caitlin, I inviting you to my birthday party at my cousin's house this Friday. Let me explain to how to get there. If you take your car, drive directly on Ferris Road, then drive past Brownies and take exit 13A. Drive down the road and there turn left. It is the first big house on the right. See you there. Ad günü partisinə dəvət edilir kuzeninin evində cümə günü. Deyir, ora sən də gəlmək istəsən, maşın sürüb gələ bilərsən, meşə yolu ilə və 13-cü evə gələcəkdir və orada deyir sağa dön, orada sola dönməlisən, orada böyük bir ev olacaq sağda. Görüşənədək sevgilərlə Mary. Burada cavab D bəndidir. Catherine'ə əmsi bibisi qızının evinə gedən yolu təsvir edir. Məktubun böyük hissəsi yolla bağlı təlimatlardan Forest Road, Exit 13A və sairədən ibarətdir. Mətni oxuyaq. Cana Chrysalis is a unique and colorful in Columbia, South America. Kolumbiyada, Cənubi Amerikada unikal və rəngarəng bir çaydır. There are a lot of mountains and lakes around the river. Çayın ətrafında çoxlu dağlar və göllər var. Cana Chrysalis is popular for its different colors. Öz müxtəlif rəngləri ilə məşhurdur. So there is often called the river of five colors or liquid rainbow. Ona görə də onu rəngli, 5 rəngli çay və maye qurşağı adlandırırlar. Maye göy qurşağı adlandırırlar. It includes various colorfuls. Bura müxtəlif rənglər daxildir. Qırmızı, qara, mavi, yaşıl və sarı. Its red color comes from a red plant growing under the river. Qırmızı rəng çayın altında bitən qırmızı bitkidən gəlir. This color changed depends on sunlight. Qırmızı rəng dedik ki, həmin qırmızı bitkidən gəlir. Bu rəng də günəş işığından asılı olaraq dəyişir. Bu rəng günəş işığından asılı olaraq dəyişir. These other colors came back from stones, green plants, blue water and yellow sands. Digər rənglər isə qara daşlardan, yaşıl bitkilərdən, mavi sudan və sarı qumdan yaranır. İkincisi, to protect Cana Chrysalis from pollution and damage, not everyone can enter the area. Tourists need a document from government allowing them to enter the area. Tourists can only visit Cana Chrysalis with a guide. They can book a tour to Cana Chrysalis and enjoy this wonder of the nature. But going to the river is not so easy. Visitors should first use a helicopter, then a boat, and then they should go on foot. Demək çiklənmədən və zədələnmədən qorumaq üçün hər kəsin əraziyə daxil olmasına icazə verilmir. Turistlərə əraziyə daxil olmaq üçün hökumətdən icazə sənədi almaq lazımdır. From governmentdən. Turist Cana Chrysalis'i yalnız bələdçi ilə ziyarət edə bilər. Onlar Cana Chrysalis'ə tur sifariş edib təbiətin bu möcüzəsindən həzz ala bilərlər. Lakin çaya getmək o qədər də asan deyil. Ziyarətçilər əvvəlcə helikopterdən, sonra qayıqdan istifadə etməli, daha sonra isə piyada getməlidir. 8-də choose the correct options to complete the sentences according to the passage. Mətnə əsasən düzgün variantı seçək. Turistlər,
A. Avoid using a bath because of it is danger. Təhlükəli olduğuna görə qayıqdan istifadə edən qadağan olunmuşdur. A. Avoid using a bath because of its danger. Təhlükəsiz. 8. Choose the correct options to complete the sentences according to the passage. Mətnə əsasən tamamlayacağıq cümləni. Turistlər avoid using a bath because of its danger. Təhlükəli olduğundan qayıqdan istifadə edən çəkinməlidir. B-də can visit the place without the help of the guide. Bələdçidən istifadə etmədən oralara baş çəkməlidir. C-də damage the environment if they travel with a tour. Deməli, tur zamanı ətraf mühiti dağıtmalıdırlar, zərər vurmalıdırlar. D-də can visit the river by getting a special document. Xüsusi sənəd götürməlidirlər. E-də are allowed to throw things in the area of the rivers. İcazə verilir ki, öz zibillərini çaya töksünlər. Hörmətli səyahətçilər, zəhmət olmasa uçuşunuzdan ən azı 2 saat Deməli, burada deyir ki, 8-də variant D bəndidir. Xüsusi sənəd alaraq çayı ziyarət edə bilərlər. Mətndə də deyilir ki, turistlərə hökumətdən icazə sənədi documents from government lazımdır. 9-cu sual. What makes Kano Crystals famous? Onu məşhur edən nədir? Əlbəttə ki, burada C bəndidir. Çaydakı müxtəlif rənglər 5 rəngin çayı kimi tanınır. Orada variant C'də different colors in the river. 10-cu sual. Səhvi tapacağıq. False according. A-da travelers need to go to the river on foot as well. Əyaqla getməlidirlər çünki bu çox yaxşıdır. B-də the plants growing on the Kano Crystals give it a red color. Ona gözəl rəng verən onun altındakı bitkidir. C-də black stones and yellow and don't affect the colors of the river. Qara daşlar və sarı qum onun rənginə təsir etmir. Əlbəttə ki, burada C variantı doğrudur. Mətndə əksinə rənglərin məhz qara daşlar və bitkilərdən, qumdan yarandığını deyilir. 11-ci sual. What is passage mean about? Mətn nə haqqındadır? Mətn 11-də E-yə uyğun gəlir. A unique river in Colombia. Kolumbiyanın qeyri-adi çayı. Mountains deyil. Red plant xeyir. Booking a tour yox. Different lakes xeyir. A unique river E bəndə uyğun gəlir. 12-ci sualda düzgün fikri tapacağıq. Only a guide can book a tour to Kano Crystals. Ora ancaq sifarişlə gedə bilərlər. The sun affects the colors of the river. Günəş onun rənginə təsir edir. Doğrudur. 3-cü. The location of the river includes mountains as well. Ora deməli dağlarla Günəş çayın ərazisi dağlar daxildir. Yerləşdiyi ərazilərə dağlar daxildir. Helicopter is the last vehicle to use when you visit the river. Ən yaxşı sonuncu nəqliyyat helikopterdir. Əlbəttə ki, burada variant 2-3 uyğundur. 13-cü sual. Choose the correct sentences with the noun in the passive case. I left my dog at Diana's. Mən Diana gildə itimi qoydum. Düzdür. Diana gildə home sözünü əlavə etmək olar. İkinci, my neighbor's door is painted in green. Mənim qonşumun qapısı yaşıl rəngə boyandı. Variant C 1-2. 14-də Michelle her friends took part in the competition. Michelle və onun dostları yarışda iştirak etdi. Burada 14-də bağlayıcını tapın deyil. Neyzə norla işlənir, səhvdir. A bəndi boss endlə işlənir. Bu da səhvdir. Eyzə orla D də səhvdir. Deməli variant C uyğundur. 15. Choose the correct possessive voice version on the given sentences. 15-də variant I organized a
birthday party last month. Mən keçən ay ad günü partisi, ad günü şənliyi təşkil etdim. A bəndi elə özü uyğundur. A birthday party was organized last month. Keçən ay bir ad günü partisi təşkil edildi. Organized keçmiş sadə zamandadır və mübtada atıldıktan sonra keçmiş sadə zamanda da isim tək olduğuna görə a birthday party was'dan istifadə edirik. 16'da I was and happy during the flight because my seat was a window seat. Deməli, mən I was 16'da E bəndi uyğun gələcək. Lucky. Şanslıyam ki və xoşbəxtəm. Çünki mənim pəncərəm uçuşa sarı baxır. Uçuş zamanı seat was düz pəncərəmin yanında oturmuşam. Uyğun gəlir. 17'də to disturb, to notice, to attend. Disturb 1'də C. Disturb, to stop somebody, kimin səsini kəsmək, nəyəsə dayandırmaqdır. To notice, müşahidə etməkdir. 2'də A. 3'də isə to attend, iştirak etməkdir. To be present. Deməli, variant B uyğun gəlir. 18'də burada sinonimləri tapacaq. Tired, exhausted, yorğun deməkdir, tükənmiş deməkdir. İkisi də sinonimdir. To repair, təmir etməkdir. To destroy, dağıtmaq. Strange, qəribə, ordinary, adi. To spoil, körləmək. To clear, təmizləmək. To tell, danışmaq. To count isə saymaq deməkdir. Deməli, burada A bəndi. 19'da you will enter the university if you study hard. Əgər sən yaxşı çalışsan, instituta daxil olacaqsan. Burada bilirik ki, if deməli, gələcək sadə ilə indiki sadənin uzlaşmasını göstərir. 20 box of pencils, karandaşlar qutusu. Bir dənə qutu olduğuna görə variant 2 ilə 3'ün daxil olduğu B bəndi uyğun gələcəkdir. Keçək növbəti 21-ci suala. The shop which is next to the house is closed at the weekend. Həftə sonları bilirik ki, ətlə işlənir. Week ilə, weekday ondan, weekend isə ətlə işlənir. Evimizin yaxındakı mağaza həftə sonları bağlı olur. 22'de this is one of the oldest towers in the sea. Hər ikisində Z artikılı D bəndi uyğundur. 23'də regular verbs, qaydalı feilləri tapacaq. Qaydalı feillər sonuna et şəkilçisi artırılan feillərdir. 23'də choose the regular verbs, qaydalı feili tapacaq. Sonuna et şəkilçisi artırmaq mümkün olan feillər qaydalı feillərdir. Burada E bəndi uyğun gəlir. To cover, covered. To sneeze, sneezed. To introduce, introduced uyğundur. 24. Match the words to the definition. Deməli, burada izdiham sözü çoxlu insan deməkdir. B bəndi. İkinci mild, yumuşaqdır. Not strong. Yəni ağır, çətin olmayan, güclü olmayan. Üçüncüsü ordinary, not unusual, qeyri-adi olmayan. Deməli, variant burada uyğun gəldi. 1'də B, 2'də C, 3'də A, B bəndi. 25-ci sual. Did they get these unusual painting from? Haradan götürürlər bu qeyri-adi rəsmləri? Birinci, when did they get ola bilməz. When-dən from işlənmir. Why did, niyə? Where, haradan? Bir də who from, kimdən götürürlər? Deməli, burada cavab 3 ilə 4 və ya bir də who uyğun gəlir. Əziz şagirdlər, mətnin də yazılışını sizə burada qeyd edirəm. Bu tipdə yazmısınızsa bal veriləcəkdir. Sizin hər birinizə uğurlar arzularım. İnşallah hər biriniz yüksək nəticələr əldə edərsiniz. Növbəti zonanın izahında görüşmək ümidi ilə sağ olun. Kanalıma abunə olub like atmağı unutmayın.